Bildiyiniz kimi Nazirlər Kabineti nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğini və utilizasiyaya verilən nəqliyyat vasitələri üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmini təsdiqləyib. Artıq fevral ayının 1-dən avtomobilinizi texniki baxışdan keçirdiyiniz zaman utilizasiya haqqı da ödəyəcəksiniz. Sentyabrın 1-dən təhvil verilən köhnə avtomobil üçünsə birdəfəlik ödəniş həyata keçiriləcək. Yeni qaydalara görə sürücülər ölkə ərazisinə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı istehsal buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda isə 700 manat utilizasiya haqqı ödəməlidir. Bu qayda nadir minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobillərinə şamil olunmur. Bundan başqa avtomobilin hər dövlət texniki baxış zamanı utilizasiya haqqı da bəlli olub. Belə ki, nəqliyyat vasitəsinin istehsal buraxılış ili 4 ildən 10 ilədək olduqda 10, 10 ildən 20 ilədək olduqda 20, 20 ildən 30 ilədək olduqda 30, 30 il və daha çox olduqda isə 40 manat utilizasiya haqqı müəyyən edilib. Fevralın 1-dən qüvvəyə minəcək qərara görə hər bir nəqliyyat vasitəsi texniki baxış zamanı həm də utilizasiya prosesinə cəlb olunmuş sayılacaq. Yəni, nəqliyyat vasitəsinin sahibi avtomobilin ilinə görə utilizasiya haqqı ödəyəcək. Ətraf mühitin qorunması, yol hərəkət təhlükəsinin təmin edilməsi üçün bu çox mükəmməl bir addımdır və bir çox ölkələr bunu mütləq qaydada tətbiq edib. Hətta bəziləri könüllülük prinsipi ilə ilkin yanaşmalar nümayiş etdirsə də sonradan bunu məcburi xarakterə çevirə biliblər. Avtomobil istismara yararsız vəziyyətə çatdıqda o utilizasiya olunacaq və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər avtomobil sahibi yerli avtomobil almağı nəzərdə tutmursa, o müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq. İkinci mərhələ sentyabr ayında başlayacaq. Avtomobillər utilizasiya prosesinə cəlb olunacaq. Yəni, köhnə avtomobilləri təqdim edən vətəndaşlar 1500 manatdan 3000 manata qədər güzəştli ödəniş çeki alacaqlar. Yox, əgər onlar pulu nağd şəkildə almaq istəsələr, o zaman həmin məbləğin 70% onlara veriləcək. Misal üçün deyim, məsələn, 1500 manat məbləğ nəzərdə tutulur adi minik maşınları üçün. Siz bunu nağd şəkildə istəsəniz, sizə cəmi 1050 manat, yəni 70% veriləcək. Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən birdəfəlik ödənişin həcmi də məlumdur. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiya fondu ilə bağlı qayda da təsdiq edilib. Fevralın 1-dən qüvvəyə minəcək qərarla fondun vəsaitinin idarə olunmasına Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. Rüstəm Mikayılzadə, İlqar Abdullayev, Elmira Seyfəddin qızı, İTV Xəbər.